baxın, məsələn, biləyini kəsməklə bağlı mən bunu da deyərəm ki, bu bir də sosial öyrənməklə də keçə bilir. Bəzən olur ki, o yeniyetmə sanki belə demək mümkünsə öz kişiliyini sübut eləmək üçün biləyini kəsir, sinif yoldaşlarına göstərir, baxın nə etmişəm falan, istədiyi qıza göstərir, səndən ötürü eləmişəm. Bundan sanki Hı. nəsə müsbət bir şey qazanacağını düşünür. Bəlkə də o mühitdə qazanır da, amma normalda təbii ki, yaxşı bir şey deyil. Bir də borderline şəxsiyyət pozuntusu dediyimiz bir patologiya var. Bu insanların hansı ki 83% özlərinə zərər vermə davranışı, xüsusilə də biləkləri kəsməyə eləyirlər. Borderline şəxsiyyət pozuntusunu siz necə başa düşə bilərsiniz? Mən bunu doğru dildə izah edəcəm. Baxın, siz özünüzlə bağlı bir təsəvvürə maliksiniz də. Siz bilirsiniz ki, siz necə bir insansınız, sizin ən tutaq ki, qabarıq xüsusiyyətiniz nədir, nə istəyirsiniz, nə istəmirsiniz, nədən zövq alarsınız, həyatınızı necə yaşamaq istəyirsiniz, alınır, amma bilirsiniz ki, siz nə istəyib, nə istəmirsiniz. Borderline'lar bunu bilmirlər. Borderline'lar özlərini identify, yəni özlərini nə deyirlər ona, İdentifikasyya. tanımlaya bilmirlər. Onlara desən ki, özün haqqında danış, danışmaq